Salam Orxan müəllim. Salam. Neyinirsiniz? Sağ olun, neyinirsiniz? Sizi video çəkirəm. Sağ olun, video çəkənlər çox olsun. Burada biz hal-hazırda kursumuzun simsiz şəbəkə əhatə dairəsini genişləndiririk. Çünki bəzi otaqlarımızda dalğa zəif olur və tələbələr internetdən yaxşı istifadə edə bilmir. Bunun üçün bizə bəzi alətlər lazımdır. İstəsəz sizə tanış edim. Elə bundan başlaya bilərik. Bu bir kabel soyan alətdir. Kabelimizi soymaq üçün istifadə edirik. Crimping alətimiz var. Bu kabellərin başlıqları olur. RJ45 başlığı. Bunu LAN kabelə vurmaq üçündür. Bu testerimizdir. Kabellərimizin işləməsini yoxlayır ki, düzgün işləyir yoxsa yox. Əsas qrupumuz mikrotip qrupumuz var ki, providerdən gələn internet kabeli bura daxil olacaq və buradan bizim Unify-mıza, TP-Link extenderimizə, bir dənə də orada routerumuz var. Hər birinə paylanılacaq və şəbəkə əhatə dairəmiz genişlənəcək. Cəbrayıl müəllim sağ olsun, hər birini konfigurasiya edib bizim üçün hazır qoyub. Əgər siz də bunları öyrənmək istəyirsinizsə, növbəti həftə kompüter dərslərimizin ilk dərsidir. Həmin dərsə qoşula bilərsiniz. Qeydiyyatdan keçmək üçün nömrə olacaq, ona mənə əlaqə saxlaya bilərsiniz. Gəlin vaxt itirmədən işlərimizə başlayaq. Hal-hazırda mikrotipimizi enerjiyə qoşduq və bu bizim providerdən gələn kabelimizdir. Bunu daxil edirik portuna və extenderlərimizi də mikrotipə daxil edirik. Və fikir versək, artıq mikrotipimiz şəbəkəni paylaşmağa başlayacaq indi birazdan. Əgər sən də bu tipli məlumatlar sahib olub diplomlu mütəxəssis olmaq istəyirsənsə, kompüter dərslərimizə vaxt itirmədən qoşul.